Bugün biz yeni işə qəbul olan müəllimlər üçün adaptasiya proqramı tədbirində iştirak elədik. Tədbirdə yeni işə qəbul olan müəllimlərin cari ildə görəcək işlər haqqında məlumatlar verildi. Adnusunun təhsil strategiyası haqqında məlumat verildi və yeni işə qəbul olan müəllimlər burada əldə etdikləri bilikləri tədris prosesinə tətbiq etməklə həm məzmun, həm strategiya, həm qiymətləndirmə mərhələlərində tətbiq edərək daha yüksək nəticələr əldə etməyinə ümid edirəm. Deməli, bu ildən müəllim fəaliyyətimə başlamışam və mənə qida məhsullarının laboratoriya müayinələri və qida məhsullarının keyfiyyətinə kimyəvi texniki nəzarət fənnindən tədris edəcəm və düşünürəm ki, bu sahədə çalışan qida mütəxəssislərimə öz töhfəmi verəcəm.